Bu gecə mübarək Ramazan ayının 23-cü gecəsi, yəni Qədir gecəsi olduğuna ən çox ehtimal edilən gecədir. İstəyirəm bu gecə haqqında bir neçə məsləhət verim, haqqında bir qədər danışım. İlk öncə onu qeyd edeyim ki, bu gecə o qədər mühümdür ki, yəni bu gecənin mühümlüyü, vacibliyi haqqında bir dənə onu qeyd etmək kifayət eləyər ki, bu gecə halınızdan, vəziyyətinizdən, düşüncə tərzinizdən, Allaha olan yanaşmanızdan asılı olaraq növbəti bir illik müqəddəratınız təyin olunur. Yəni o ki, alın yazısı falan deyirlər, qətiyyən belə bir şey yoxdur. Növbəti bir il ərzində ta gələn il bu qədərə kimi, gələn il bu qədər gecəsinə kimi olan taleyiniz, başınıza gələcəklər, itirəcəkləriniz, qazanacaqlarınız, ziyarətə gedəcəyiniz, hansı nailiyyəti əldə eləyəcəyiniz, hansı uğurdan məhrum qalacağınız, nə olacağınız, nə hala düşəcəyiniz, hamısı, hər biri sizin öz öhdəçiliyinizə buraxılır. Yəni bu gecə sizin halınızdan asılı olaraq, sizin potensialınızdan asılı olaraq Allah Təala sizin müqəddəratınızı məhz bu gecədə təyin edir. Ona görə bu gecə halınızdan müğayət olun. Bu gecə sırf məğrib azanından ta sübh azanına kimi bir saniyəni belə boşa keçirməyin. Bir saniyəni belə lağlağıya, nə bilim söhbətə, boş-boş zarafatlara, bir saniyəni belə Allahdan qafil olmağa yönəltməyin. Qətiyyən bu gecəni boş keçirməyin. Hətta heç nə eləməsəz belə diliniz zikr deməklə məşğul olsun. La ilahə illallah deyin, Allahın təsbih eləyin, salavat zikr eləyin, Peyğəmbərə, onun əhl-i-beytinə salam və salavat göndərin. Bu göndərdiyiniz salam və salavatın savabını ölənlərinizə, İmam-ı Zaman əleyhissalama, əhl-i-beytə hədiyyə eləyin. Bacardığınız qədər bu gecə Quran oxuyun. Qurani Kərimin nazil olduğu gecə Qur'anı qarşılayın. Həqiqətən də insan bu gecənin necə böyük əhəmiyyətə malik olduğunu bilsəydi, bu gecə onun gözünə yuxu belə gəlməzdi. Bu gecə yatmaq barədə heç fikirləşməzdi də. Bu gecə bacardığınız qədər müsəlmanların xidmətində olun. Bacardığınız qədər fərdi ibadətə çox diqqət yetirin. Hər anını namazla, mərifətinizi artırmaqla, Allahın zati sifətləri, feili sifətləri, tövhid barəsində, Allahın həyatımızdakı rolu barəsində təfəkkür eləməklə, namaz qılmaqla, Əhl-i-Beytdən bizə yadigar qalan duaları oxumaqla, onların tərcüməsini oxuyub mərifətimizi artırmaqla keçirək. O qədər qiymətli bir gecədir ki, saniyəsi qızıldan dəyərlidir və bircə anını belə boş keçirmək olmaz. Nə qədər ki, Qədr gecəsi daxil olmayıb, Allahdan istəyəcəkləriniz barəsində düşünün. Bilirsiniz, bir insanın Allahdan nə istəməsi həmin insanın şəxsiyyət göstəricisidir. Bu bilirsiniz nə deməkdir? Yəni Allahı necə təsəvvür eləyirik? Necə təsəvvür eləyirdən əlavə Allah necədir? Sonsuz qüdrət sahibidir, bəli. Sonsuz səltənət sahibidir, bəli. Sonsuz xəzinə sahibidir, bəli. İstəyəcəyimiz hər şeyi artıqlaması ilə bizə əta edə bilərmi? Bəli. Bu ətanın qarşısında kimsə dayana bilərmi? Qətiyyən xeyr. Allahın izzətli elədiyini kimsə zəlil eləyə bilərmi? Qətiyyən xeyr. Allahın zəlil elədiyini kimsə izzətə mindirə bilərmi? Əlbəttə xeyr. Belə bir Allahın müqabilində dayanmısan, belə bir Allahdan nə istəyəcəksən? Baxın, həmişə duanın qəbul edilməməsinin də bir səbəbi budur ki, dua eləyən kimə dua elədiyini bilmir. Dua eləyən, dua elədiyi tərəfin səviyyəsindən xəbərsizdir, qüdrətindən xəbərsizdir. Dua elədiyiniz Allahın sonsuz qüdrət sahibi olduğunu bilərək dua eləyin. Və bu mübarək anları, bu müqəddəs anları bacardığınız qədər mərifətlə keçirin. Dua eləyəndə də mərifətlə dua eləyin.
Allahdan çox ali şeylər istəyin, çox uca məqamlar istəyin. Allahdan onu tanımaq nemətini istəyin. Allahdan mərifət nemətini istəyin. Allahdan seyr-i suluk nemətini istəyin. Allahdan bacardığınız qədər, ağlınızın səviyyəsi çata bildiyi qədər mənəvi məqamlar istəyin. Tək bağışlanmaq istəməkdə ilişib qalmayın. Mütləq şəkildə bağışlanmaq istəyin. Çünki bizim günahlarımız o qədər böyük və o qədər genişdir ki, biz o günahlar üçün nə qədər bağışlanmaq istəsək belə, bağışlanmama təhlükəsi var. Hərçənd Allahın rəhmətinin müqabilində belə bir şeydən söz düşə bilməz. Amma yenə deyirəm ki, bağışlanmaq istəmək mütləqdir. Amma bağışlanmada ilişib qalmayın. Bağışlanmaqdan daha uca, daha ali şeylər istəyin. Allahdan ədin cənnətini istəyin, Firdovs cənnətini istəyin. Allahdan liqaullahı tələb eləyin. Allahdan cənnətdə peyğəmbərlə qonşu olmağı tələb eləyin. Allahdan Əmirəl-Mömininin vilayətində sabit olmağı tələb eləyin və s. bu kimi nümunələr. Son olaraq onu qeyd edirəm ki, mübarək Ramazan ayı ziyarətlərin təyin olunduğu aydır. Yəni hansı ziyarətə getmək istəyirsinizsə, könlünüzü hansı ziyarətə bağlamısınızsa, bu ayda və ələlxüsus bu gecədə həmin ziyarəti Allahdan çox istəyin. İnşallah ki, əgər məsləhətdirsə, Allah o ziyarəti sizin üçün təyin eləyər. Uca Allah etdiyiniz ibadətləri, dua və itaətləri qəbul eləsin. Sözümü sonlandırıram Ustad Fatimi Niyanın təyin elədiyi düsturul əməllə. O belə deyildi ki, sizə Qədr gecəsində elə bir əməl deyəcəm, amma bir şərtim var ki, məni də dua eləyəsiz. Ayətullahın, rəhmətli ustadın özünü də dua eləyəsiz. Və ardınca buyurur ki, bunun elə bir sirri var ki, onu deyə bilmərəm. Sadəcə əməl eləyin. Deyəcəyim sözə əməl eləyin. Həmin əməl nədir? Bir dəfə Vaqiə surəsini oxumaq, bir dəfə İxlas surəsini oxumaq və 7 dəfə Ya Allah demək. Bu 3 əməli yerinə yetirdikdən sonra Allahdan hacətlərinizi istəyin. Bu Ayətullah Fatimi Niya tərəfindən, hansı ki böyük arifdir, Allah ruhunu şad eləsin, onun tərəfindən təyin olunmuş düsturul əməldir. Uca Allah qəbul eləsin. Bizi də dualarınızda yaddan çıxarmayasınız.